Sabah xeyirli olsun değerli izləyicilərimiz, traderlər, əmkarlar, iqtisadçılar. Bugün may ayının 19'udur və bugün qızıl neynəcək? Yəni bildiyiniz kimi dünən Siqnal kanalında paylaşdığımız 8 siqnal mükəmməl nəticə verdi. Onlardan 3'ü qızıldaydı, yəni 2 buy və 1 sell. Sonra gümüşdən, euro dolar, funt dolar, bitcoin'dən və neftdən. 8'i də yəni mükəmməl nəticə verdi. Bugün nələrə baş verəcək? Bugün səhər saatlarında biz elan ettik ki qızılın dönüş nöqtəsi 4530'dur. 4530'dan demək 4553'lərə qədər qalxdı. 48'lərdə də buy əməliyyatları idi və 10 dollara bir yüksəliş take profitini, ikinci take profit isə 4578 və 4595'lərdir. Təbii ki 4590 4605'lərdən yuxarı formalarsa qiymət ilkin olaraq 4627'lərə qədər yüksələcək. Təbii ki satış əməliyyatları, alternativ ssenaride satış əməliyyatları erkən satışlar 4530'lardan, əsas satışlar isə 4521'lərdən gələcək. Keçək biz gümüşə. Gümüşdə də hal-hazırdakı vəziyyətdə 76 450'lərdən alış əməliyyatlarda, satışlar isə 75 500'lərdən gələcək. Euro dolar, funt doları gəldidə isə euro dolarda alışlar 1.16 500'lər, satışlar isə 1.16 250'lərdir. Funtun olan rəqabətində isə alışlarımız 1.34 450'lər, satışlar isə 1.33 800'lərdəndir. Bitcoin'ə nəzər salaq. Bitcoin'də dünən hem alışdan hem satışdan mükemmel gelirler verdi ve bugün alışlar 70 50'lerden, satışlar ise 76 500'lerden gelecek. Ve aynı zamanda biz neftdən danışalım. Neft bugün neynəcək? Yəni neft dünənki satış nöqtəsi 112 80'lər satış əməliyyatları idi. Bugün isə 112 90'lar alış əməliyyatları, satışlar isə 111 30'lardı. Və biz Nasdaq, S&P, Dow Jones, DAX bunlara gəldidə isə, yəni bildiyiniz kimi bunlar uzun müddət idi ki yuxarı doğru istiqamətlə davam etdirdilər. Təbii ki korreksiyalar, az korreksiyalardan sonra yenidən yuxarı doğru istiqamətlə davam edəcək. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə. Qızıl ilin əvvəlində yəni yüksək şox nümayiş etdi və bütün traderləri həvəsləndirdi. İndi isə çox ləng hərəkət etdiyi üçün gəlirləri də azdır. Təbii ki bir çox traderlər artıq həvəsdən düşüb. Amma həvəsdən düşməyə ehtiyac yoxdur, yəni müharibələrlə bağlıdır. Bir müddət sonra yenidən aktiv olacaq. Sağ olun.